Salam yoldaşlar, hər birinizi xoş gördük. Bugün biz sizinlə Paradoks Tədris Mərkəzində keçirilmiş OTK-nın sınaq imtahanının izahına baxırıq. Qeyd edim ki, bu izahları sizə mən Elməddin Ağayev təqdim edirəm. Əgər izahlarımız sizə faydalı olarsa, kanala abunə olub dəstək olmağı da unutmayın. Keçək izahımıza. Deyir ki, birinci sualda paralel A və B düz xətləridir. Fərz edək ki, bu iki düz xət bir-birinə paraleldir. İndi baxın, A və B düz xətlər arasındakı məsafə 3 kökdə 3'dür. Məsafə demək paralel olduğundan bunun bütün nöqtələr arasındakı məsafə 3 kökdə 3 olur və məsafə dediyi üçün perpendikulyarlıq mütləqdir. Tamam. İndi deyir ki, MV nöqtələrindən kəsən, baxın şagirdlər, buradan bir düz xət çəkirəm ki, bu C düz xəttidir və bunu N nöqtələrində kəsir. Bu tutaq ki, olsun B nöqtəsi, bu B düz xətdir, bu da A düz xətdir. Kəsən deyir C düz xətti ilə A ilə 30 dərəcəli bucaq əmələ gətirir. A ilə əmələ gətirdiyi bucaq 30 dərəcədir. Tamamdır. Baxın yoldaşlar, biz buradan yenə həmin o perpendikulyarı indirsək, biz görürük ki, burada 3 kökdə 3 məsafədir. Eyni burada da 3 kökdə 3 olacaq və burada bir perpendikulyarlıq yaranacaq. Artıq Z kuralına görə, yəni Z nə deməkdir? Paralel bucaqlar, bax çarpaz bucaqlar yaranır burada. Alifadsa burada alfa olur. Paralel xətlərdə bu xüsusi qaydanı yadda saxlamaq lazımdır. Demək o zaman burada 30 dərəcə olacaq. 30 dərəcə bucaq qarşısında duran katet 3 kökdə 3-dürsə, bu avtomatik 60 dərəcə olacaq. 60-ın qarşısındakı da bunun kökdə 3 misli olmalıdır. Baxın, buradan olurdu 3 vurulsun 3 bərabərdir 9. Bizdən də nə istəyirdi bu? Deyir ki, MN-in B düz xətti üzərindəki proyeksiyanı tapın. Proyeksiya, yəni bu mailin kölgəsi nəzərdə tutulur. O da CD-dir. Tutaq ki, bura. Bura bir D nöqtəsi, amma CD-nin uzunluğunu istəyir və CD-nin uzunluğu oldu 9. Doğru cavab D variantı. Keçirik ikinci suala. A və B vektorlar arasındakı bucaq 60 dərəcədir. Demək, biz burada kosinus 60 dərəcəni mütləq şəkildə yazmalıyıq. Yəni aradakı bucaqları 62 dənə vektor kimi bunu fikirləşsək, bunların arasındakı bucaq 60 dərəcəli bucaq olmuş olacaq. İndi bizə dedik ki, uzunluqları verilib, bu vektorların modulları verilib və vektorların skalyar hasilini istəyir bizdən. Tamamdır. İndi gəlin biz bunun skalyar hasilini tapaq. A vektorunu vurmalıyam. A vektoru plus B vektoruna. Buradan görürəm ki, vurub asanda olur A vektorunun kvadratı plus AB. Baxın, deməli A-nın uzunluğu burada bizə məlumdur, 5'dir. O zaman biz bu kvadratı modul şəklində də yaza bilərik. O zaman yazırıq A-nın kvadratı üzərinə gəlinsin, A vurulsun B-yə. Görürəm ki, A-nın uzunluğu 5'dir. Aparıb yerinə 5 yazıram. 5'in kvadratı üzərinə gəlinsin. Bəs A ilə B-nin skalyar hasilinizi taparıq. Uşaqlar, yadınızda saxlayın ki, A ilə B-nin skalyar hasili onların vektorial hasilinin kosinüs alfaya hasili olur. Baxın, buradan olacaq A vektoru vurulsun B vektoru bərabərdir. Bunun uzunluğu 5'dir, bunun uzunluğu 6'dır. Aradakı bucaqda kosinüs 60 dərəcədir. Buradan olur 30 vurulsun 2'də 1, kosinüs 60 dərəcə 2'də 1 qiymət alır, bu da olur 15. 5'in kvadratının üzerine 15 geldi. Yani 25 ile 15'i toplayaram. Toplam eləyəcək 40. Doğru cavab variantımız olacaq B variantı. Keçirik 3-cü suala. Oturacaqları deyir 5, 11 olan trapesiyanın. Baxın yoldaşlar, bir trapesiya çəkirik. Kiçik oturacağı 5, böyük oturacağı 11 yazıram. Və deyir ki, onun diagonalların kəsmə nöqtəsini, bax, diagonalların çəkdim. Bu diagonalı tam çəkirik. Diagonalları çəkdim. Bu diagonalların deyir orta nöqtələrini birləşdirən, fərz eləyək ki, bu diagonalların orta nöqtəsi budur. Bura bir x uzunluğu deyirəm. Birləşdirən parçanın uzunluğunu tapın. Sizə tövsiyə edirəm ki, şagirdlər, əgər ki, trapesiyada diagonallar verilibsə, paralel köçürmədən xüsusilə istifadə edin. Baxın, bu diagonalı, tutaq ki, bu D2 diagonaldır. Mən bunu paralel olaraq bura köçürdə bilərəm. Aha. Bura artıq uzantısını çəkirəm və bura ilə birləşdirirəm. Bu oldu belə. Artıq biz bunu paralel köçürdüyümüz üçün bu buradan çıxdı. Tamam. İndi bizə baxın şagirdlər, daha doğrusu o çıxmır, bu birisi çıxır. Artıq bu çıxır. Aha, görürük ki, burada bir dənə 3 bucaq yaranır, ABC 3 bucağı. ABC 3 bucağında bunu da artırıram.
Çıxartmamışdan əvvəl bir şey deyim sizə, baxın. Bu məsafə 5-dirsə, burada bir parallelogram yarandığından burada bir 5 olur, burada bir 5 olur. Düzdürmü? Artıq görürsünüz ki, bu diaqonalın orta nöqtəsi idi. Yəni bura x idisə, burada x idi və yaxud ora x-ləri artıq adlandırmışam deyə bura m deyək. Bura m, burada m, bura n, burada n. Baxın, bu üç bucağın artıq nə yarandı? Orta xətti. O zaman burada 5 idi, bura 11 idi. Orta xətt isə x plus 5, bu uzunluq x plus 5-dir. Bərabər olur 11 plus 5 bölünsün 2. Burada olur 2x plus 10 bərabərdir. 11 üstə 5 yəni 16. 2x bərabərdir 6-ya, x bərabərdir 3-ə. Deməli, doğru cavab variantımız oldu 3. Keçdik 4-cü suala. Deyir ki, oturacağın tərəfləri 5 olan düzbucaqlı parallelepipedin diagonal kəsiyinin sahəsi 260 olarsa. Artıq bir dənə biz parallelepiped çəkirik. Düzbucaqlı parallelepiped. Baxın yoldaşlar, bunları birləşdirdik. Birləşdirəndən sonra görək burada nə alınır. Demək, birləşdiririk bunları. Aha. Bizə oturacaqların verib də 5 ilə 12. N5-dir, uzunluq 12-dir. Diagonal kəsiyi dedikdə, baxın, diagonal kəsiyi üst oturacağın və alt oturacağın diagonallarını çəkirsiniz. Və burada adlandırsam ABCD düzbucaqlısı yaranır. Bunun sahəsi, əlbəttə ki, mənə hündürlük lazımdır. Hündürlük bir də, bax, oturacağın diagonalı. Bura 12-dirsə, bura 5-dirsə, deməli, burada 5-dir. O zaman burada 90 dərəcə olduğundan düzbucaqlı üst bucağa görə bura 13 olacaq. Necə? 5-in kvadratı plus 12-nin kvadratı 169 eləyir və 169-dan 13 çıxır. Artıq bunun mənə sahəsi verilib 260. Düzbucaqlının sahəsi nətər tapılır? 13 vurulsun h bərabərdir 260-a, h də bərabərdir 20-yə. H-ımız oldu 20. Adam məndən istəyir yan səthin. Mən bilirəm ki, düzbucaqlı parallelepipedin yan səthinin sahəsi 2 vurulsun h vurulsun a plus b-yə. A plus b nədir? Oturacağın tərəfinin uzunluqları h-da verilib 20. O zaman 2 vurulsun 20 vurulsun a ilə b-in də cəmi. Yəni 12 ilə 5-in cəmi olacaq buradan 40 vurulsun 17. Bu da elədi 680. Deməli, doğru cavab oldu A variantı. Keçdik 5-ci suala. Deyir ABCDEF düzgün altıbucaqlısında kiçik diagonal 4/3 olarsa. Biz yoldaşlar altıbucaqlını çəkirik. Və bu altıbucaqlının kiçik diagonalını çəkirik. Kiçik diagonal 4/3'dür. Bunun kiçik diagonal 4/3'dür. Əlbəttə mənə burada bucaq lazımdır. Bax, xarici bucağın cəmi 360-dır. 6-ya bölsün çünki 6 dənə xarici bucaq var burada. Hərəsinə 60 düşür. Əgər bura yoldaşlar 60-dırsa, demək bura 120-dir. Və mən 120-dən bir dənə perpendikulyar indirsəm, bu perpendikulyara görə bura 90, burada 60 olacaq. Avtomatik bura qalır 30. Ya 30-30'a görə ora 60 olur da. Yəni bunu da belə eləyə bilərsiniz. Və bu da bərabər yanlı 3 bucaq olduğundan, baxın burada yaranan 3 bucaq. Bərabər yanlı olduğuna, bir də bunu adlandıraq ABCDEF olsun. ABCD, burada EF. Baxın yoldaşlar, bura bərabər yanlı 3 bucaq olduğundan təpədən çəkilmiş hündürlük həm də mediandır. Deməli 2/3 ayıracaq. 60-ın qarşısındakı 2/3 hündürlüyü o zaman bu 2-dir və tərəf də 30 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısı olur deyə 4-dür. Deməli bu altı bucaqlının bütün bucaqlar tərəfləri 4 olmuş olacaq. İndi S ümumi. Ümuminin sahəsi lazımdır mənə. Sonra da bu adam mənə deyir ki, artıq bura mənə lazım deyil. Bax, bunlar lazım olanları tapdım. Tərəf lazımını tapdım. Deyir ABD'yi. ABD'yi. Bax, buranın sahəsi lazımdır mənə. Bax, bu hissənin sahəsi lazımdır. Artıq biz nə edərik uşaqlar? Buranın sahəsini tapmaq üçün bu 4'dür. Bax, bura 4'dür. Burada 4/3 olduğunu bilirsən də. Çünki kiçik diagonal 4/3 verir baxı. O zaman S ümuminin sahəsinə ehtiyac yoxdur. S bərabərdir 4 vurulsun 4/3. Buradan da eləyəcək 16/3 olmuş olacaq. Bu da düzbucaqlıdır deyə. Da oldu burada D variantı. Keçdik 6-ya. Deyir düzbucaqlı trapeziyasında bad bucağı 90 dərəcədir. Düzbucaqlı olduğuna görə burada 90'dır, burada 90'dır. Bunları biz bilirik. Deyir ki AB 6'dır. Bura olsun 6, BS'miz 4'dür, AD'miz 8'dir.
AB tərəfini özündə saxlayan düz xətt, bax bu düz xəttdir. Bunun ətrafında fırlanmasını istəyir. Bax o oxun ətrafında fırlanmasından bir kəsik konus alınır. Baxın, bu formalı bir kəsik konus alınmış olur. Aha. Bu kəsik konusun burası 4'dür, burası 8'dir. Əlbəttə siz bunun həmin nöqtələrdə keçən çevrəni də çəkməlisiniz. Çəkirik, bu kəsik konusu göstəririk. Deməli, bura 8'dir, bura 4'dür və hündürlüyü də mənə 6 verib. Şagirdlər, bunu əsasən necə eləyərsiniz? Birinci, bax bu çevrələrdən əlavə, mən sizə bir şey deyim, bu oxşarlıqla gəlin çıxardaq. Bax, çünki burada 90 dərəcədir, burada 90 dərəcədir. Paralelliyə görə. O zaman mən bura bir x yazacağım. Bax, bu nöqtədən burada oxşar 2 dənə üçbucaq yaranır. Biri bu üçbucaqdır, biri də böyük üçbucaq. Oxşarlığı tətbiq eləsəm, x-in 4-ə nisbəti və yaxud heç x-in 4-ə nisbəti ehtiyac yoxdur. Mən görürəm ki, burada 4-sə, burada 8-sə, deməli bu orta xəttdir. Orta xəttsə, deməli x 6-dır. Deməli x-ə yazdım 6. İndi bu arada qaytarırıq konus halına bunu. Baxın. Aha, konus halına qaytarandan sonra nə edirəm? Kəsik konusun sahə düsturlarından da istifadə edə bilərsiniz, amma sadəcə düstur saxlamaq biraz, yadda saxlamaq biraz çətin məsələ olduğuna görə, yəni baxır adamına da, ona görə bu yoldan da istifadə etmək daha yaxşı məqsədə uyğun olar. Baxın, burada bir tam konusa bunu tamamladım. Tam konusun S tam bərabərdir. Daha doğrusu, bu adam məndən nəyi istəyir? Həcmi istəyir. V tam. V tam bərabərdir. Ümumiyyətlə konusun həcmi nətər hesablanır? 3'də 1 pi r kvadratı vurulsun h. Yəni s oturacaq vurulsun h. İndi v tam olacaq bərabərdir. Qiymətləri yerinə qoyuram. 3'də 1 vurulsun. Ümumi böyük konusunun radiusu 8'dir. Pi vurulsun 8'in kvadratı vurulsun. H'ımız da bax buradan bura qədər nəzərdə tutulur deyə 12 olur. 6 bura, 6 da bura 12. 12 ilə 3 gedir. Qalır burada 4 olur. 8'in kvadratı 64 vurulsun 4 pi. Bu da eləyir 256 pi. Tamamdır. Aha, bundan artıq o əlavədən bax başqa rənglə göstərirəm. Yaratdığım bu konus var. Ha, bu kiçik konusun neynəməliyik? Biz oradan çıxmalıyıq. Tamamdır. İndi gəlin onun həcmini tapaq. V kiçik bərabərdir 3'də 1 pi r kvadratı yine h'a əsasən. O zaman 3'də 1 pi vurulsun. Erimiz neçədir? Erimiz 4'dür. 4'ün kvadratı vurulsun. H'ımız da 6'dır. Buradan olur. 3'də 1 pi vurulsun 16 vur 6. 6 ilə 3 gedir, qalır 2. Eləyir 32 pi. Artıq mən bu kəsiyin həcmini hesablamaq istəyirəmsə 256 pi'dən 32 pi'ni çıxmalıyıq. Qalır 224 pi olmuş olacaq. Doğru cavab olur burada da D variantı. Keçirik növbəti suala. Yoldaşlar, 7-ci sual. ABCD bərabər tərəfli üçbucağın bir daxilinə çəkilmiş çevrənin mərkəzi O nöqtəsidir. Bərabər tərəfli üçbucaqdır. O nöqtəsidir. Bax, O nöqtəsi deməli daxilinə çəkilmiş çevrənin mərkəzi. Daxilinə çəkilmiş bir dənə çevrə çəkirik bunun. Mərkəzi O nöqtəsidir. Tamamdır. Buradan bizdən nələr tələb olunur? Deyir ki, OD 5'dir. OD dediyimiz, yəni bura A, bura B, bura C yazsam, o nöqtənin mərkəzi isə OD AC-yə perpendikulyardır. Deməli, bu perpendikulyardır. OD-nin uzunluğu verib 5, buranı 5 yazıram. Bura 60 dərəcə olduğundan. Baxın, mən buranı birləşdirsəm, artıq bu tənvirən olacaq deyənə 30-30 olacaq. İndi məndən OA-nı istəyir, yəni buranın uzunluğu. Mən də biləm 30 dərəcə bucaq qarşısında duran katet betonun yarısıdır. Deməli OA-nın uzunluğu 5 vurulsun 2 bərabərdir 10 olmuş olur. Doğru cavab C variantı. Keçirik 8-i. Deyir bərabərsə sistemini ödəyən tam ədədlərin sayını tapın. Bax, birincisi necə olur uşaqlar? Olur x minus 2'nin kvadrat asılışıdır. Müxtəsərdən biz bunu bilirik. Növbəti də x minus 3, x plus 3 olaraq kiçikdir sıfırdan. Baxın yoldaşlar, buradan biz nə ala bilərik? Ala bilərik ki, buradan bax görürük ki, x minus 2'nin kvadratı sıfırdan. Normalda bizim ağlımıza gəlir ki, x istənilən həqiqəti də ola bilər. Sadəcə, burada böyükdür, bərabərdir olsaydı bu 2'ni də ala bilərdi.
Əgər o böyükdür, bərabərdir, yoxdursa, deməli sən bura 2 yazan məsələn. Çünki 2-dən 2 çıxanda 0 qalacaq. 0 da 0-dan böyük deyil. Aydın oldu. Ona görə x nədən fərqli olmalıdır? 2-dən fərqli olmalıdır. Tamam. İndi buna gəlsək, burada deməli təqribi kökləri qeyd eləsəm -3 və 3. Aralıqları göstərsək, 3-dən böyük qiymət verəndə müsbət, bu mənfi, bu müsbət. Deməli, nə olmuş olacaq? Artıq burada da aralıq -3, 3 aralığıdır. -3, 3 aralığında hansı tam ədədlər var? -2, -1, 0, 1, 2 var. İndi mənə deyir ki, x, burada da axı şərt vermişdim. X 2-dən kiçikdir. 2-ni oraya yazsan ödəməyəcək. O zaman bu 2-ni atırıq. Ədədlərin sayını tap deyir 4 dənə. Doğru cavab oldu A variantı. Sonra keçirik 9-cu suala. Deyir, funksiyanın qrafiklərlə hüdudlanmış fiqurun sahəsini tapın. Yoldaşlar, x-t'nin qrafiki bax bu formada olmuş olacaq. X-t'nin tutaq ki bu grafikidir. Bu da y bərabərdir x-dir. Koordinat başlanğıcından keçir. Bunların bir kəsişmə nöqtəsi koordinat başlanğıcından düşür. Biri də bura düşür. İndi o həmin nöqtəni tapmalıyıq. Birinci biz bunun x4-ü x-ə bərabərləyib kəsişmə nöqtəsinin koordinatlarını tapırıq. Hər tərəfdən x-i ixtisar eləsəm qalacaq x kubu bərabərdir 1. Və o ixtisar elədiyimi də kök kimi götürməliyəm. Mütləqdir o. X kubu 1 isə x buradan 1-dir. Deməli, burası 0-dır. Bura isə 1-dir. Məndən bu hissənin sahəsini istəyir. Bu hissənin sahəsini. Bəs bunun sahəsini necə tapa bilərik? Əlbəttə ki, əyrilərdə sahə inteqralla tapılır. Sərhədlərimiz aradır 0-dan 1-ə. Artıq mən görürəm ki, bax, həmin aralıqda yuxarıda yerləşən funksiyamız hansıdır? X-dir. X-dan aşağıda yerləşən funksiyanın çıxmasın, yəni x-4-dür. Və dx bərabərdir. Buradan görürük ki, integral 0-dan 1-ə x-in x çıxılsın, x dx yazaq bunu çıxılsın, integral 0-dan 1-ə sərhədləri eyni olduğuna görə bunları yazırıq belə, x-4 dx. Baxın şagirdlər, x-in integralını alsaq, olacaq x kvadrat bölünsün 2. Düzdür. X üstü n'in integralına görə, çünki n'i bir vahid artırırdıq, aşağıda n plus 1 yazırdıq. Buna əsasən. Demək, çıxılsın, sərhədlər də yazırıq 0-dan 1-ə, çıxılsın. X üstü 4-ün də integralı eyni qaydada olur. X üstü 4-ün üstünə 1 yəndə 5, 4-ün üstünə 1 yəndə 5 olduğu üçün burada 5 yazıram. Olur 0-dan 1-ə. Aparıb bir qiymətin yerinə yazsaq, olacaq 2-də 1, də artıq başqa şeyi tez o 0 yazanda da 0 eləyəcək, onu yazmıram. Çıxılsın, bir dəfə də bura 1 yazıram, olur 5-də 1. İndi 2-də 1-dən 5-də 1 çıxanda ortaq məxrəc 10-dur, 10-da 5 çıxılsın 2, bu elə də 10-da 3, cavab elədi 0,3. Deməli, doğru cavab olmuş olacaq A variantı. 9, sonra keçirik 10-cu suala. Kompleks ədədin qoşmasıdır. Yoldaşlar, bu kompleks ədədlərdə qoşma ümumiyyətlə z bərabərdir A plus BI olursa, z'in qoşması isə A minus BI olur. Baxın, yəni bunlar eyni olur. Həqiqi hissələr, real hissələr eyni olur. Amma xəyali hissələr bir-birinin əksi olur. Deməli, bunun da həqiqi hissəsi A plus 7-dir. A plus 7-ni 3 götürürəm. Bunun həqiqi hissəsi 3-dür deyə A buradan olur -4. 2B plus 3-ü isə -4 götürürəm. Çünki bu mənfi olmalıdır. Bu müsbət olmalı ki, bunlar kompleks olsun, qoşma olsun. O zaman 2B bərabərdir buradan -7-yə, B də bərabərdir -3,5-ə. Artıq AB hasilini istəyir bizdən. -4-ü də -3,5-ə vuranda eləyir 14. Doğru cavab Y variantı olmuş olur. Keçirik 11-ə. Deyir ki, Əkob AB 12-dir, Əbub AB 8, Emin 8-dir. A plus B-in cəminin ən böyük qiyməti ilə Emin cəminin ən kiçik qiyməti hasilini tapın. Yoldaşlar, siz bilməlisiniz ki, Əkobu 12 eləyən ən böyük ədədlər 12 ilə 12 olmalıdır. Bizə A-nın B-dən fərqli olma şərtini vermədiyi üçün mən bunu belə götürə bilərəm, yəni problem yoxdur. Əkob 12 olduğundan deməli A plus B cəmini isə olacaq 12 plus 12 oldu 24. N plus N-i də deyir, cəminin ən kiçik qiymətini hasilini tapın. Yoldaşlar, biz bilirik ki, bu da yenə eyni qaydada 8, 8. Bunlar eyni ədədlər olmalıdır. 8, 8 ki, əbubu 8 ola bilir. 8-in üstündə 8 yəndə də buradan eləyir 16. Və mənə deyir ki, hasilini tapın. 24-də vuracam 16-ya. Bu eləyir 240. Üzərinə gəlinsin. Alt 4-ün 24, 144. Buradan eləyir 384. Doğru cavab oldu. C variantı. Keçdi 12-yə.
Bir funksiyanın qiymətlər çoxluğunu tapın. Burada birinci gözümüzə çarpan bu olmalıdır. X minus 10-dan 10 minus x. Çünki kökün altı cüt dərəcədən 0-dan böyük bərabər olmalıdır. X böyükdür bərabər 10 eləyir. 10 minus x də 0-dan böyük bərabərdir. X də 10-dan kiçik olmuş olur. Eyni zamanda 10-dan kiçik və 10-dan böyük hər hansı bir ədəd tapmaq mümkün deyil. Çünki baxın, fərz edin 10-dan böyük bir ədəd götürürəm. Məsələn 8 yazanda bu kökün altı mənfi 2 eləyir, 8 yazanda bura 2 eləyir. Bunu ödəyir, amma bunu ödəmir. Deməli bir dənə yeganə həll var. O da nədir? O da onun özüdür. Yalnız onun özü. Yerinə yazırsan 0 eləyir, yerinə yazırsan 0 eləyir. 8 üstü 0 1 eləyir, 9 üstü 0 1 eləyir, 6 toplam eləyir 8. Və burada da yalnız 8. Bax, sistem mötərizə ilə göstərilənlər, yəni yalnız 8 bunu ödəyir. Sonra keçirik 13-cü suala. Deyir, tam hissəsini tapın. Yoldaşlar, biz burada nə etməliyik? Bu 2 qat radikaldır. Kökün altında bir dənə də kök varsa və toplam varsa, deməli burada 2 qat radikaldan şübhələnmək olar. Baxın, 2 qat radikalını müəyyən eləməyin ən rahat yolu, siz bunu bir dənə 2-yə bölün. 2-yə böləndə qalır 2 kökdə 5. Əlbəttə ki, bu vurmadır, 2 vurulsun kökdə 5. İndi deyin görək, 2 və kökdə 5-dən 9 almaq olarmı kvadratları cəmindən? Bəli, 2-nin kvadratı ilə kökdə 5-in kvadrat cəmindən 9 ala bilirik. Hə, o zaman o beləymiş də. Kökdə 5 plus 2-nin kvadratı. Həqiqətən gəlin bunu açaq. Olur 5 plus 4 kökdə 5 plus deməli 4. Bax, 5 ilə 4 toplayanda 9 plus 4 kökdə 5. Əla. İndi baxın. Bu o zaman kökdə 5 plus 2-nin kvadratıymış. Bunlar gedir. Buradan modulda kökdə 5 plus 2 çıxır və bu da müsbət olduğundan, yəni toplama deyə burada müsbət hal var. O zaman 2 plus kökdə 5 olmuş olacaq. Tam hissəsini istəyir. O zaman 2 plus kökdə 5-dən təqribən 2 tam nə qədər çıxır? O deyilir 4 tam nə qədər? Tam hissəsi 4 olmuş olacaq. Doğru cavab D variantı. Sonra deyir ki, hər post qutusuna ən çoxu bir məktub atmaqla 2 fərqli məktubu 12 dənə post qutusuna neçə fərqli üsulla atmaq olar? Baxın, belə deyək də, ümumi 12 dənə post qutumuz var. Onun kombinizon ümumi 12 dənədən 2 dənəsi var. Ora atmalıyıq. Görək bu neçə olur? Olur ki, 12 faktorial bölünsün, 10 faktorial vurulsun, 2 faktorial. Buradan olur 10 faktorial, 12 faktorial gedir. Qalır 11 vur 12 bölünsün 2. Bundan da gedir. Deməli 66 olmuş olur. İndi yoldaşlar, bir şeyi fikirləşin ki, bu niyə kombinizonla olsun? Kombinizonla olmayacaq. Əlbəttə bunu permütasiya çevirməliyik. Səbəb nədir? Çünki mən əlimdə 2 dənə məktub var. Birinci məktub, ikinci məktub. Bu məktubu bura ata bilərəm də. Eyni zamanda bunu da bura atacağım. Və ya yerlərini dəyişib bunu bura atıb bura ata bilərəmmi? Bəli. Deməli artıq bir də onların öz yer dəyişməsindən vurulur deyə 66-nı vurarsan 2 faktorial, bu da eləcək 132 olmuş olacaq. Başqa yolla permütasiya 12-dən 2-nin də hesablaya bilərik. Deməli, keçirik funksiyanın təyin olmasına daxil olan tam ədədlərin cəmini istəyir. Kökaltı funksiyadır. Əlbəttə ki, x kvadrat minus 6x plus 5 0-dan böyük bərabər götürməlidir normal halda. Amma görürük ki, bu məxrəcdədir də bu kökaltı ifadə. Tutaq ki, bu 0 olsa olarmı? Olmaz. Deməli, bax 0-a bərabər halı aradan çıxır. Nə olur? Vuruqlara ayrılanda x minus 2, x minus 3 böyüdür 0-dan. Ədəd oxunu çəkirik. Bura 2, bura 3. Araqları göstərsək heç bir də daxil deyil deyə boş olmalıdır bunlar. Üstdən böyük verəndə müsbət, mənfi, müsbət. Deyir ki, daxil olmayan, daxil olan hissələri bax, bu hissələrdir, düzdür, bu hissələr daxildir. Daxil olmayan hissə isə artıq bura olmuş olacaq. Yəni, o şərti ödəmir də, o sırada mənfilər. 2-3 aralığındakı, deməli, bizə təyin oblasına daxil olmayan tam ədədlərin cəmin istəyir. İndi bir məsələ də var orada. Yoldaşlar, 2 və 3-ə görə, deməli, əgər bu müsbətlərə daxil deyilsə, burada fikir verirəm ki, biz səhvliyi getməsin. X kvadrat minus 6x plus 5 böyüdür 0-dan. X oldu burada, deməli, x minus 2, x minus 3. Burada bir səhvliyi gedib, yoldaşlar, üzrü sayın, bu x minus 1'dir, bu x minus 5'dir. Çünki elə iki ədəd fikirləşin ki, cəmi 6 eləsin, hasili 5 eləsin. O zaman indi bura 1 olmuş olacaq, bura 5 olmuş olacaq.
İndi artıq yenə eyni qayda müsbət, mənfi, müsbətə görə müsbətlə x-in kvadratı müsbət olduğuna görə belə olacaq. İndi baxın. Bu müsbət aralığa daxil deyil də, çünki burada qeyri-ciddi bərabərlik yoxdur, düzdür? Deməli, bərabərsizlik. Deməli, buna daxil deyilsə, bu mənfi hissə o zaman bunlar daxildir. Bax, 1, 5 aralığı bunun həllini ödəməyəcək. Məndən ödəməyənləri istəyir. O zaman 1, 5 aralığında şədidlərin cəmi 1, 2, 3, plus 4, plus 5. Buradan neçə eləyəm ki? 9, 10, 15. Doğru cavab olmuş olacaq. Nə? 15C variantı. Sonra 16'ya keçirik. A parametrin hansı qiymətinə deyir? Tənliyin həqiqi kökü var. Yəni kök 6 ifadədən çıxan ədəd nə olmalıdır? Əlbəttə ki, sıfırdan böyük olmalı. Deməli, A-2 böyüdür bərabərdir sıfırdan. Sıfırda özdə ola bilər əlbəttə ki. O zaman A böyüdür bərabərdir 2-dən. Deməli, sən A-ya 2 müsbət sonsuz aralığında nə qədər qiymət verirsən, problem yoxdur. Onun həlli olmuş olacaq. Doğru cavab A variantı 16-dır. Keçirik artıq 17-ci suala. Deyir, x bərabərdir 2 olanda mx kubu çıxılsın 16 çox ədədinin köküdür. Baxın, bir şey deyim sizə. Tutaq ki, bir funksiya fikirləşin. Bu funksiyanın bu kəsdiyi nöqtələr x1, x2 kökləridir. Kökləri yerinə yazanda görürəm ki, y həmişə nə olur? 0 olmuş olur. Bax, o zaman aparıb, bu da bunun köküdürsə, bunu tənlik halına salsam, yəni mx kubum çıxılsın 16 bərabərdir 0 olmalıdır. Yəni x-in yerinə 2 yazsın. Nə olacaq? M vurulsun 2-nin kubu çıx 16 bərabərdir 0-a. 8m minus 16 bərabərdir 0-a. M bərabərdir 2-yə. Aparıb 2 qiymətin m-i yerinə yazsam 2x kubu minus 16. Qaytarıram çox ədliyə. Çünki vuruqları ayırmağı istəyir. Artıq nə edirəm? Buradan 2-ni ortaq kimi çıxardıram. X kubu minus 8 qalır və olur 2 vurulsun. X kubu minus 8-də x kubu minus 2'nin kubudur. Bu da bir dəfə x-dən 2'ni çıxırsınız. Baxın, çıxdıq x-dən 2'ni. Növbət dəfə isə x-i kvadrata yüksəldirik. Bunların hasilini tapırıq, amma plusun yazırıq. Üzərinə gəlinsin, bir də 2'nin kvadratı 4 olmuş olur. Baxıram, görürəm bu cavab variantlarından hansındadır. Baxıram, görürəm B-dədir. Keçdik 18-ə. B-in əhəndəsiz hissəsində B1 2-dir, B2 4-dür. Əlbəttə ki, S16 bölü S8 istəyir bizdən. Nə edəcəyik? S16-nı nədən tapırsınız? Əlbəttə ki, bax, düstura əsasən S-in bərabərdir. Sonsuz azalan həndəsiz hissələn filan demir deyənə belə olacaq da B1 vurulsun Q üstü M-1 bölünsün Q-1. Sonra, deməli, bir dəfə 16 qoysaq, olacaq B1 vurulsun Q üstü 16 çıxılsın 1 bölünsün Q-1. Bax, burada Q-1'ə bölürəm. Bir dəfə də S8'i qoysam yerinə B1 vurulsun Q üstü 8 minus 1 bölünsün Q-1. Bax, buradan Q-1'lər gedər. Bölmə olduğuna görə bərabərdir. B1'lər də gedər. Qaldı nə? Q üstü 16 minus 1 bölünsün Q üstü 8 minus 1. Bəs bunu da vuruqlara ayırmaq olar da. Bax, yuxarını belə Q üstü 8 minus 1. Bir də Q üstü 8 plus 1 şəklində. Aşağını da Q üstü 8 minus 1 şəklində. Bunlar getsə qalacaq Q üstü 8 plus 1. Əlbəttə, mənə indi Q lazımdır. Q-nu da tapmaq üçün mən bilirəm ki, böyük həddi kiçik həddə bölürəm. Q da buradan olur. Böyük nömrəlidir, yəni. Q da buradan olur. B2'miz deməli 4'dür. B1'imiz də 2'dir. 2 olur. Q'muz oldu 2 və yazıram 2 üstü 8 plus 1. Bu da eləyir 2 üstü 8'imiz deməli artıq olur neçə? 64, 2 üstü 6, 64 isə 128, sonra 128 vuranda 256. 208, 256 üzərinə bir gəndə 257. Doğru cavab olur. Y variantı olmuş olur. Keçirik 19-cu suala. Tənliyin ən kiçik müsbət kökünün dərəcə ilə tapın deyir. Deməli, mən burada nə edirəm? 1 minus sinus 6x-i saxlayıram. Və bunu başlayıram nə eləməyə? Açmağa. Olacaq kosinus kvadrat 2x. Çıxılsın onların hasilinin 2 misli. Sinus 2x vurulsun kosinus 2x. Üzərinə gəlinsin sinus kvadrat 2x. Baxın yoldaşlar, bununla bunun cəmi 1 eləyir. Olur 1 minus sinus 6x bərabərdir 1 çıxılsın. Bu açılışda sinus 4x-in açılışıdır. Əla. Deməli, baxın, bunları yıxsam bir tərəfə olacaq 1 minus. Gəlin bu ifadənin hər birini sağa ataq. Olacaq mənfi 1 plus sinus 6x plus 1 çıxılsın sinus 4x bərabərdir 0-a.
Getdi bunlar. Olur sinus 6x çıxılsın sinus 4x bərabərdir 0-a. Baxın biz burada hazır düsturdan da istifadə edə bilərik, amma mən bunu belə yazmağın tərəfdarıyam. Sizə necə uyğundursa. 5x plus x olar. Bu sinus 4x-i necə alaram? 5x-dən x çıxaram bərabərdir 0-a. Bunun açılışını bilirik. Sinus 5x kosinus x üzərinə gəlinsin kosinus 5x sinus x. Bunun da açılışı eyni qaydadır. Sinus 5x kosinus x toplama teoremlərdə çıxılsın kosinus 5x sinus x və bundan bunu çıxsaq, şagirdlər, bunlar gedir. Bu olur 2 kosinus 5x sinus x bərabərdir 0-a. Artıq bunu biz sadələşdirdik. Əgər hasil 0-dırsa, deməli vuruqlar ayrı-ayrılıqda 0-dır. Kosinus 5x-i də 0 götürürəm. Sinus x-i də 0 götürürəm. İndi xüsusi halda sinus x-in 0 olmağı, yəni hansı koordinat oxunda 0 olur sinus, əlbəttə ki, kosinus bu olduğuna görə sinus y oxudur. Deməli, bu aralıqlarda sinus 0 olmuş olur. Onlar da nədir? Demək, 0 olduğu aralıqlar olur. X bərabərdir pk-larda olur. Pk, yəni hər 180-dən bir sinus 0 olur. Amma buradan da kosinusu tapanda 5x bərabərdir. Kosinus harada 0 olur? O da xüsusi halda. Əlbəttə ki, pi bölü 2 pi luz, yəni 90 üzərinə gəlsin 180, yəni pk. Artıq mən buradan kökün birim pk tapdım. Bunu da pn yazım ki, k-nı fərqlənsin n. İndi baxın yoldaşlar, buradan hər tərəfi 5-ə bölsək olacaq pi bölü 10 pi luz, 5-ə bölsəm pn bölünsün 5. Burada əlbəttə ki, k-ya 1 vuranda 180 olur. 0 verəndə də 0 verir. Demək, bu ən kiçik ola bilməz. Ən kiçiyi mən buradan taparam. X bərabər. Əlbəttə ki, n-ə 0 qoysaq, olacaq pi bölü 10 üzərinə gəlsin. Pi vur 0 bölü 5. Bu heç getdi 0-a. Pi bölü 10 da, yəni 180 bölü 10 olur. 18 olmuş olacaq. Deməli, doğru cavab oldu C variantı. Sonra keçdik. Deməli, 20-ci suala deyir, limitini hesablayın. Şagirdlər, biz burada neyini? Limit x yaxınlaşır sonsuzluğa. Baxın, 3x kubu minus 7x plus 1 bölünsün 6x üstü 5 minus x. Görün neynəyəcəyim biz buna. Bunun hər tərəfin, yəni bütün hərlərin 3x kubu bölünsün. X kubuna bölərik buradan. Olar 7x bölünsün x kubu plus 1 bölünsün x kubu. Aşağını da eyni qaydada 6x üstü 5 bölünsün x kubu çıxılsın x bölünsün x kubu bərabərdir. Burada da əlbəttə limit var. Olacaq limit x yaxınlaşır sonsuzluğa. X kublar getdi qaldı 3 çıxılsın. Bunlar getdi x kvadrat. Əlbəttə ki, ədədi dəyişənə böləndə və dəyişən də ki, sonsuzluğa yaxınlaşanda bu sıfıra yığılır. Bu da sıfıra yığılacaq. Bu da sıfıra yığılacaq. Amma burada x üstü 5 ilə gedəcək. Qalacaq aşağıda 6x kvadrat. Burada da 3 çıxırsa, o sıfıra yığıldı da artıq 7-də sıfırada qaldı bu. İndi bizə bunun limiti lazımdır. Fərz edin ki, x-i sonsuzluğa qədər yaxınlaşdıranda bu ədəd getdikcə böyüyür. Məsələn, belə deyək, 4-də 3 böyüdü, yoxsa 7-də 100, bax. Bu ədəd getdikcə 7-də 3, bax. Getdikcə ədəd, bu bundan böyüdür. Demək, ədədlər getdikcə kiçilir. Kiçilən ədədlərdə ən sonunda nəyə yığılar? Sıfıra yığılmış olar. Doğru cavab B variantı olmuş oldu. Sonra keçirik 21-ə. Deyir, x plus y bərabərdir 5-dir. X, y 1-dir. X plus y bərabərdir 5-isə, x, y də 1-dirsə və burada biz bu cəmdə yerinə yazsaq, olacaq x plus y vırılsın. Deməli, kubun açılışıdır. X kvadrat çıxılsın x, y plus y kvadrat. Baxın, x plus y-in qiyməti 5-dir. 5 vırılsın. Bəs buna köməkçi müxtəsər olma düsturu tətbiq eləsəm, o da x plus y-in kvadratı çıxılsın 2x, y, bir dənə də burada x, y bərabər. Yenə x plus y 5-dir. 5 vırılsın 5-in kvadratı çıxılsın 3x, y. Və x, y də 1 olduğu üçün olacaq 5 vırılsın 25 çıxılsın 3. Bu da eləyir 22 vır 5 elədi 110. Doğru cavab E variantı olmuş olacaq. 22-ci sual deyir, fx bu funksiya olarsa f törəmə 1-i tapın. Biz birinci f törəməni tapaq.
Deməli bu ln x-in törəməsidir. Ln x-in törəməsi nə olur? 1 bölünsün 2x kvadrat çıxılsın x plus 9. İş əslində burada bitdi. Amma sadəcə buna bax. Bu mürəkkəb bir funksiyadır. Mürəkkəb funksiyanın da törəməsinə ayrıca vurmalısan. Yəni 2x kvadrat minus x plus 9-un törəməsinə. Bunun da törəməsinə baxsaq yalnız bunun. Bax 2 keçir qaba olur 4x, sabit x-in törəməsi, dəyişənin törəməsi burada 1-dir, sabitin törəməsi 0-dır. Ona görə 4x minus 1. Deməli mən nə etməliyəm? 1 bölünsün 2x kvadrat minus x plus 9-u vurmalıyam 4x minus 1-ə və bu f törəmə x olacaq. F törəmə 1-i tapsam, f törəmə 1-i bərabərdir. Yerinə qoysaq 1 bölünsün 2 çıxılsın 1 plus 9 vurulsun 1 qoysaq yerinə olacaq 4 vur 1 çıx 1, o da eləyəcək 3. Burada oldu yuxarıda 3, aşağıda da deməli 2-dən 1 çıxanda 1, 9-a üzərinə gələndə 10, 10-da 3, bu da eləyir 0, 10-da 3. Doğru cavab Y variantı olmuş olacaq. 23-də. Yolun 5'te 4 hissəsini getdikdən sonra qalan yol gedilən yolun neçə faizini təşkil edir? Yoldaşlar, bax yolun 5'te 4 hissəsini gedib. Tutaq ki, yol 100'dür. Daha sadə belə götürək də 100. 100'ün 5'te 4'ü gedilibsə, getdi. 100'ün 5'te 4'ü eləyir 80. Qaldı. Qalan yol isə, əlbəttə 100'ün 80 gedibsə 20'si qalıb da. Deyir yol getdikdən sonra qalan yol gedilən yolun neçə faizini? Qalan yol 20'dir, gedilən yol 80'dir, vururam 100'ə. Bununla bu çıxacaq 4'də 1'i də 100'ə vuranda 25 faiz olmuş olacaq. Sonra keçirik yoldaşlar 24-cü suala. Deyir AF-in FC'yə nisbəti 10'un 7'yədir. Bax AF-in FC'yə bura 10K yazsam, bura 7K yazaram. Mənə deyir ki AD 50'dir. AD 50'dirsə, burada bir X yazaram da uşaqlar. Baxın, burada qum saatı alındığına görə, burada oxşarlıq var da. Bura alfadır, burada alfadır. Bura beta desək, burada betadır. Bura qammадırsa, burada qammadır. Baxın, alfanın qarşısındakı 7K'nın bu alfanın qarşısındakı 10K'ya nisbət. Bax, bu üç bucaqla bu üç bucaq bir-birinə oxşardır. Bərabərdir. Qammanın qarşısında X var. Qammanın qarşısında 50 var. Ay müəllim, betanı niyə götürməli? Axı yoldaşlar, betanın qarşısı boşdur. Heç bir qiymət verilməyib. Bax. O zaman K'lar getdi. 50 ilə 10 getdi, qaldı 5. X da buradan, burada da 1. X çarpazırında X oldu, 7 5'ində oldu. 35 olmuş, oldu. İndi bura 35'dir. Ümumi palliogramcı 50'dirsə, burada 50 deyə, BC də 50 deyənə, bura qalır 15. İndi mən 35'dən 15'i çıxmalıyam, qalacaq 20. Keçirik növbəti 25-ci suala. Deyir tənliyin ən böyük mənfi kökü ilə ən böyük kökünün cəmidir. Bizim burada eləyə biləcəyimiz səhvlərdən biri şagirdlər bu 2-ni qarşıya, 4'ü qarşıya çıxartma məsələlərdir. Bax bunu daha sadə bir yolla yazmağa çalışaq. Loqaritma 3 əsasdan x kvadratının kvadratı çıxılsın. Bax bunu nə yazıram? Yazıram loqaritma 3 əsasdan x-in kvadratının kvadratı bərabərdir 0-a. Düzdürmü? X 4'ü belə yaza bilərəm. Artıq görürəm ki, loqaritma 3 əsasdan x kvadratının kvadratı çıxılsın. Bu 2-ni keçirdirəm qabağa. Olur 2 loqaritma 3 əsasdan x-in kvadratı bərabərdir 0-a. Buradan loqaritma 3 əsasdan x-in kvadratına bir dənə 0 yox t deyirəm. T və tənlik halına gətirəm. Bu olur t'nin kvadratı çıxılsın. 2t bərabərdir 0-a. Vuruqları ayırsam t minus 2 bərabərdir 0-a. T oradan olur 0, t buradan olur 2. Baxın, aparıb bir dəfə t'ni yerinə 0 yazırım. Olur loqaritma 3 əsasdan x kvadrat bərabərdir 0-a. X kvadrat bərabərdir 3 üstü 0-a. Buradan x da buradan olacaq plus minus 1. Bir dəfə də 2'yə bərabər edirəm. Olur loqaritma 3 əsasdan x kvadrat bərabərdir 2'yə. Buradan x kvadrat bərabər 9'a. X da bərabər plus minus 3'ə. Baxın, tənliyin ən böyük mənfi kökü ilə ən böyük mənfi kökü bunun mənfi 1'dir. Mənfi 3 də var, amma ən böyüsünü istəyir. Və deyir ki, ən böyük mənfi kökü ilə ən böyük kökünün cəmini tapın. Ən böyük kökü də burada 3'dür. Müsbət 3 bərabərdir 2 olmuş olacaq. Keçdi. 60 dərəcəli 200 bucağın daxilinə götürmüş nöqtədən üzlərə qədər məsafələr 6'dır. Baxın, 200'lü bucaq fikirləşək. Baxın yoldaşlar, 200'lü bucaq. Bunu bu formadadır. Arada bir bucaq var. Əlbəttə ki, iki müstəvinin arasında qalan hissədir. Bax,
Bu formada götürüb təsəvvür eləyə bilərsiniz, amma bunun daha aydın təsəvvürü belə olur. 2 dənə düz xətt çəkirsiniz və bu düz xəttlər arasında bir dənə nöqtə götürürsünüz. Buradan bura qədər məsafə ümumiyyətlə deyir ki 60 dərəcədir. Qoy buraya yazırıq 60. Qeyd edim ki, bunlar da onsuz həmin müstəvinin daxilindən götürülür onsuz da ki. Üzlərə qədər məsafələr 6-dır. Məsafə dediyində perpendikulyardır. Məsafə deyən kimi perpendikulyardır. Və mən buranı birləşdirsəm, bura tənbirə nə olacaq? 30-30 olmuş olacaq. 30 dərəcə qarşısında duran katet 6-dırsa, bura 12 olmuş olacaq. İkiyüzlü buzağın tilinə qədərlə məsafə demək, yəni bu nöqtədən O nöqtəsindən bu K nöqtəsinə qədər, yəni bu artıq til bu da həmin kəsmə tilləri, tili. Məsafə 12 olmuş olacaq. Keçirik növbəti 27-yə. Deyir ki, uyğunluğu müəyyən edin. Mən bilirəm ki, yoldaşlar, cüt dərəcədən sinus üzəri 10x-dır. 10 cüt ədəd olduğuna görə bunun ala biləcəyi qiymətlər 0-1 aralığıdır. Amma normalda mənfi 1-1'dir. O zaman 3'ü bir dəfə 0'a vururam, üzərinə 5 gəlirəm, olur 5. 3'ü də bir dəfə 1'ə vururam, üzərinə 5 gəlirəm, olur 8. Deməli, artıq bu 5-8 aralığında qiymət alacaq. Deməli, 1'ə getdi, C variantı. Sonra keçdik. Sinus üzəri 9x-da bilirəm ki, mənfi 1, 1'dir. Bu dəqiqdir. 3'ü vururam mənfi 1'ə, üstünə 5 gəlirəm, olur 2. 3'ü vururam 1'ə, üstünə 5 gəlirəm, olur 8. Deməli, 2-8 aralığında qiymət alacaq. Buna gedir D variantı. Bir də ən kiçik qiyməti B-dir. Artıq gəlir tangents üzəri 10x plus C-dir. Amma bunlarda ən böyük qiyməti müəyyən etmək olmur. Çünki müsbət mənfi sonslarında qiymətlər almış olacaq. 27 belə. Getdik situasiyaya. Situasiyada deyir ki, Eyler-Venn diaqramda musiqi və şahmat dərnəyinə gedən şagirdlərin sayı verilmişdir. Hər iki dərnəyə gedən şagirdlərin sayı yalnız musiqi dərnəyinə gedən şagirdlərin sayının 80%-ni təşkil edir. Hər iki dərnəyə gedən şagirdlərin sayı, baxın, hər iki dərnəyə gedən şagirdlərin sayı. Yalnız musiqi dərnəyinə gedən şagirdlərinin, yalnız musiqiyə gedənlər bunlardır. Yəni 4x minus 1'in 80%'i 80'ə vurub 100'ə böləndə mən almalıyım 3x-i. Buradan bunlar 20'ye ixtisar getsə, burada 4, burada 5 qalır və çarpaz vursam, olacaq 15x bərabər 4 4'ün 16x çıxılsın 4'ə, x buradan 4 olur. Tamam, o zaman x 4'sə artıq bu 16 çıx 1 15'dir, 4 üçün 12'dir, 4 üçün 12, 12'dən 2 da bu da 10'dur. Baxın, deyir ki, yalnız musiqiyə dərnəyə gedən şagirdlərin orta yaşı 15'dir. Yalnızlar bunlardır. Orta yaş 15'dir. Şahmat dərnəyə gedən şagirdlərin yaşı yalnız 10,6'dır. Hər iki dərnəyə gedən şagirdlərin yaşı isə 12,5'dir. 12,5, tamam. İndi gəlin artıq gedək verilmiş məsələləri oxuyaq. Deyir, musiqi və şahmat dərnəkləri gedən bütün şagird, musiqi və şahmat dərnəklərinə gedən bütün şagirdlərin sayını tapın. Baxın uşaqlar, bunu biz diaqramdan tapmışıq da 15, 12, 10. 15 nəfər yalnız musiqi, 12 nəfər hər ikisinə, 10 nəfər də bura. Toplamı 27, oldu 37. Keçdik 29. Musiqi və şahmat dərnəyinə gedən bütün şagirdlərin orta yaşını tapın. Musiqi və şahmat dərnəyinə gedən bütün şagirdlərin orta yaşını. Tamamdır. Baxın yoldaşlar, bizə burada verib də yalnız musiqi dərnəyinə gedən şagirdlərin orta yaşı 15. Deməli 15 nəfərdir. Orta yaşda 15 olduğuna görə 15'i 15'e vurasınız, üzərinə gələsiniz. Yalnız şahmat dərnəyinə gedən 10,6'dır. 10 nəfərdir yalnız şahmatdadır. 10,6 yaş ortalaması ilə vurursunuz, üzərinə gəlirsiniz. Hər iki dərnəyə gedənlər isə 12,5'dir. Yəni 12 nəfər də buradaydı deyə 12,5'ə vurulur. Gəlin bunları vuraq. Baxın 15 15'e 225, üzərinə 10'u 10,6'ya vuranda 106, üzərinə gəlinsin. 12'ni də 12,5'e vuranda 150 və bu 150 225 toplayanda eləyir 375, üstünə də 106 gələndə 381 olmuş olacaq. 481 üzr istəyirəm. 481. Baxın, indi bütün şagirdlərin orta yaşını istəyir. 481'i böləcəksən. Ümumi biz neçə nəfər tapdıq? 37 nəfər tapdıq da, düzdür? 37'yə. 37'yə deməli, baxaq görək düzmü tapmışıq. Aha, 37'yə. Deməli, nə edirsiniz? 37'yə böləndə bir dəfə. 37 olacaq 37 buradan qaldı 11. 111'i də 37'yə böləndə 3. Bu da eləyəcək 111. Deməli, artıq bunların orta yaşı neçə olmuş olacaq? Orta yaş 13 olmuş olacaq. En son deyir ki, musiqi dərnəyinə gedən şagirdlər arasından təsadüf olaraq seçilmiş 2 nəfər.
Yalnız musiqi demir ha, ümumi musiqidən seçilən. Deməli sən toplamını götürəcəksən 27 nəfər. Musiqiyə gedən bax 27 nəfərdir. Eyni zamanda şahmat dərnəyində iştirak etməsi hadisəsinin ehtimalı. Şahmat dərnəyində bir dənə halda iştirak edə bilər ki, o da budur. Yəni həm musiqiyə getsin, həm də şahmat. O da 12 dənədir. 12 nəfər də şahmat dərnəyində iştirak edə bilər. İndi deyir ki, təsadüfi olaraq seçilmiş 2 nəfərin eyni zamanda şahmat dərnəyində iştirak etməsi hadisəsinin ehtimalı tapın. Baxın şagirdlər, məxrəcə yazırıq kombinizon. 27 nəfərdən bizə 2 nəfər lazımdır. 27 nəfərdən ikisini seçirik. Yuxarıda isə, yəni surətdə isə bu 12 nəfərdən ikisi gedə bilər də, eyni zamanda şahmat dərnəyində də iştirak etməsi hadisəsinin ehtimalı tapın. O zaman yuxarıda olacaq nə? 12-dən 2 olacaq. 12 vur 11 bölünsün 1 vur 2. Kombinizon 27-dən də 2 olacaq. 27 vur 26 böl 1 vur 2. 1 vur 2-lər getdi. Gəlin indi ixtisarlar aparaq. 26 vur 27. Yuxarıda da 12 vur 11. 12 ilə 26 2-yə getdi. Burada qaldı 6. Burada qaldı deməli 13. Deməli bu 3-ə gedir 9. Bu 3-ə gedir qalır 2. Deməli buradan olur 13'ü 9'a vuranda 27, 117'də 2'ni də 11'ə vuranda 117'də 22 olmuş olacaq. Belə yoldaşlar, əgər izahlarımız sizə faydalıdırsa kanala abunə olun, bəyənin və yoldaşlarınızla da bölüşün izahımızı. Oldu gələn sınaq izahlarında görüşənədək sağ olun.